Salam mənim əzizlərim, davam eləyirik qız bürcü ilə. Avqustun sonuna qədər qız bürcünün nələr gözləyir ona baxacağıq. Səhifəyə dəstək məqsədi ilə videonu bəyənməyi, paylaşmağı və seyv etməyi unutmayın. Özü və hərəkəti. Venera sizin birinci evinizdə yerləşir. Öz xarici görünüşünüzə, daxili nizamınıza, sağlamlığınıza həssaslığınız artacaq. Nələrsə dəyişmək, nəyisə daha da gözəlləşdirmək arzusu daha artıq olacaq. Özünüzə qarşı aşırı tənqidi yanaşma ehtimalı da yüksəkdir. Və 10-cu evinizdə Mars var. Bu karyera evinizdəki Mars sizə inanılmaz bir hərəkət gücü, hədəfə yönəlmək, yüksək fəallıq bəxş edəcək. Yəni siz hər şeyi nələrsə etməyə həvəsli olacaqsınız, can atacaqsınız. 11-ci evinizdə Yupiter, Merkuri və Günəşin olmağı 17 avqusta qədər 11-ci evdə olmağı daxilində böyük arzu, sosial aktivlik yaradacaq. Sevgi münasibətlərə baxaq. Münasibətlər evinizdə Saturn retrodadır. Yəni münasibətdə ciddi sınaq dolu, köhnə problemlərin təkrar gündəmə gəldiyi bir dövr ola bilər. Mükəmməllik axtarışında xırda detallara takılıb qalmağınız qarşı tərəfdə narahatlıq və uzaqlaşma istəyi yarada bilər. Təzyiq göstərmək əvəzinə səbirli olmağınız, anlayış göstərməyiniz daha məqsədə uyğundur. 11-ci evinizdəki Yupiter sosial şəbəkə, dost çevrəsi, hansısa bir tədbirdəmi, hansısa bir yığıncaqdamı, yeni bir tanışlıqlar gətirə bilər sizə. Yəni hisslərinizi həmən açıq, aydın bildirməyin. Karyera iş. Zirvədə 10-cu evinizdə Mars var. Peşəkar həyatınızda parlaq bir dövrdür. Rəhbərlik və münasibətlərdə cəsarətli addım ata, yeni layihələr irəli sürə bilərsiniz. Bunun üçün çox uğurlu bir dönəmdir. Liderlik bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Merkurinin və Yupiterin 11-ci evdəki dəstəyi peşəkar çevrənizi genişləndirməyə, ucuşlu bir müqavilələr bağlamağa, nüfuzlu şəxslərdən dəstək almağa imkan verəcək sizə. Pul və maliyyəyə baxaq. Burada fikir versək, Saturnun retroda olmağı bəzi müqavilələrdə ləngimələr yarada bilər. Pul və maliyyəyə baxırıq. Avqustun sonuna qədər maliyyə baxımından ən şanslı dönəmlərdən birindəsiniz. Əlavə qazanc, qoyulan investisiyanın bəhrəsi, bonuslar, premiyalar sizi gözləyir. Veneranın birinci evdəki mövqeyi şəxsi baxım, lüks əşya, komfort üçün xərcləri də artıra bilər. Qazanclarınızın uzun müddətli layihələrə yatırmaq, lazımsız detallara pul xərcləməmək tövsiyə olunur. Əlavə kart çəkəcəm, mələklər görə sizə nə mesaj verir. Özünüzü kəşf etmə dönəmindəsiniz. Fikirlərinizi hər kəslə paylaşmayın. Səssizcə irələmə dövrüdür. Bu qədər mənim əzizlərim.